Bir dənə video neçə gündür bu məcazi dəstbədəst olur. Bunu peycilər qoyurlar, orada da yazırlar. Mazlum nümalıq ellər, yazırlar. Türklər nicat pərəstir, Təbrizdilər belədir, nəmnəmənədir. O cüdür qardaş. Düzünü indi qardaşım tozih verəcək. Başlayan dolanın. Qoyuram, baxın görün dastan nə mənədir. Həmişə bir dənə bir həyadan otu alışdırar. Yanan yerindən fəqət film yığar. Deməz bu otu kimi alışdırdı. Bunlar həmanlardılar ki, biz ağzımızı açırıq, deyirik vurmaya qəlbi Azərbaycan, deyirlər bura İrandır. İran'a ərziş qalılan, İranın tamamiyyət ərzisinə ərziş qalılar, təqsimbəndi ustanısına ərziş qalılar. Hər yeri getirdi, deməz bura Kürdistandır. Onlar o bəhsləri türün bu filmə baxın hələ, qurban olun sizə. Salam arz edirəm bütün bazı qardaşlarımıza. Umuram hər yerdə varsınız, sağ salamet olasınız. O cür ki itilaz vardı. Dünən bazı Türk və Kürt peyclərində bir video yayıldı və iddiaya görə elə bir o videoda hoş bir Kürt xanım var ki, Təbrizə döhtürə gəlibdi və bir Təbrizli kişi ki, o da mən oluram, taksıda elə bir bu xanıma nicatpərəst sözlər və tohinlər eləmişəm və kimilərinə görə elə bir mənim məmləkəti bir-birinə vurmaq və məmləkətdə cəng və təfrəqə salmaq niyyətim vardı və kimilərinə görə də elə bir mən bu xanımla əlbirəm və film oynayırıq ki, məmləkəti bir-birinə vuraq. Oysa ki, bunların, bu iddiaların heç biri doğru deyil və yalandır və mən bütün doğruları və həqiqəti bu videoda sizə anlatmaq istəyirəm. Hər şeydən qabaq bunu deməliyəm ki, mən bu Kürt xanımla nə əlbirəm, nə film oynayıram, nə də yurdumuzda, məmləkətimizdə təfrəqə, cəng salmaq niyyətim vardı. Ancaq bir özgə qonaq adında, qonaq adı altında gəlib ev sahabın pisliyə, küçümsüyə, tohin eləyə, onun adı qonaq olmaz. Ona atalarımız gəmi içində oturub, gəmiçi gözü çıxadır, deyərlər. Və mən də bu xanıma hər nə desəm, sözümün hamısının arxasındayam. Cəryan belədir ki, o gün mən o şəxs